Selam dostlar, bugün sizlerle birlikte dediğim kimi eğitim videosu çəkəcəkdim ikinci bölümünü. Demiştim ki eğer 10 like gelse ikinci bölümünü çəkəcəm ve o videoya 12 like geldi. Bunun için herkese teşekkür ederim. İzleyenler de izlemeyenler de, like atanlara atmayanlara da. Keçək indi yeni videonun yeni bölümüne. Bugün başka bir antrenman programı paylaşacağım. Yani bundan əvvəlkindən çox fərqli olacaq. Bu antrenmanda nələr olacağını birazdan deyəcəyəm. Dostlar, bilirsiniz ki, qabaqlardan yay ayları gəlir. Onun üçün də sizin əlləriniz tərləyəcək və demək olar ki, ekranı çevirməyiniz çətinləşəcək. Bunun üçün bir-iki önərim var. Yəni önərilərimi videoya qoyacağım indi. Elə isə keçək bundan sonrakına. Dostlar, mənim indi bəhs edəcəyim şey, gördüyünüz kimi bu adı yadımdan çıxdı, neyse budur. Bu nə işə yarayır? İndi sizə onunla göstərəcəyəm. Bu dostlar, gördüyünüz kimi belə pik atanda siz buradan gələn adamı görmürsünüz, amma buna basanda biraz daha rahat görürsünüz. Həm də adam gəldikdə baxın, bununla çevirə bilirsiniz. Yəni adam buradan gəldikdə belə çevirə bilirsiniz. Yəni bununla daha rahat olur. Həm də siz pik atanda daha çox bununla istifadə etsəz, həm yaxınlaşdırır, həm də adamı görməyiniz daha rahat olur. Bunun üçün də bunu işlətməyiniz daha rahat olur. Yəni bunu işlədənlər məncə oyunda işlətməyənlərdən 1-0 qabaqdadır. Keçək indi o birisi maddəmizə. Bir sonraki maddəmiz isə səs kasmaqla bağlıdır. Səs kasmaq məncə oyunda ən önəmli şeylərdən biridir. Çünki oyunda səs kassaz, yəni rəqibdən 1-0 deyil, hətta 10-0 öndə olacaqsınız. Çünki rəqibin hardan gəldiyini bilib, ondan öncə ora vuracaqsınız və bunun sayəsində rəqibi siz öldürmüş olacaqsınız. Səs kasmağınızı gücləndirmək üçün öncəliklə stereo qulaqçıq lazımdır. Stereo qulaqçıq nədir? Stereo qulaqçıq səsin sağdan və ya soldan gəldiyini göstərir. Mən indi bu videonu stereo modunda çəkirəm. Yəni sizin əgər qulaqçığınızı test etmək istəyirsinizsə, mən indi burada bir neçə səslər göstərəcəyəm və sizin qulaqlığınızda səs sağdan və ya soldan gəldiyini eşidirsinizsə, o zaman sizin qulaqlığınız stereodur. Yəni stereo qulaqlıqlar oyun üçündür. Bonus olaraq isə dostlar, bluetoothlu qulaqlıqlardan istifadə etməyin. Yəni istifadə etdikdə oyun üçün olanlardan istifadə edin. Bluetooth qulaqlıqlardan niyə istifadə eləməyin? Bunun səbəbləri isə Bluetooth qulaqlıqlarda səs biraz əvvəldən gəlir. Yəni Bluetooth emeysli olur. Bunun üçün də gecikmə olur və rəqibdən 1 saniyə gec gəlirsəz. Yəni rəqib sizin üstünüzə gələndə rəqibin səsi sizə uzaqdan gələcək. Bunun üçün də məncə kabelli qulaqlıqlardan istifadə edin. Ən yaxşısı onlardır. İndi sizə burada bir-iki səsləri göstərəcəyəm. Siz səsin sağdan soldan gəldiyini təxmin eləməyə çalışın. O zaman qulaqlığınızı taxın və keçək. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, videomuzu xoşladınız, izləməyi, bəyənməyi unutmayın. Xahiş edirəm, altdan abunə olmağı unutmayın. Yenə də deyirəm, 200 abunədə real pas çəkilişi olacaq. Abunə olmağı, like atmağı unutmayın. Sağ olun, salamat qalın.